Düzdür, saatlar danışmır, amma onlar sahibin kim olduğunu göstərir. Mən Əli, saatların ruhunu anlayan biri olaraq bu gün sizə Orient Star haqqında danışacağam. Bu sadəcə bir saat deyil, bu bir hekayədir. Gəlin bir yerdə onun sirlərini açaq. Orient Star həmişəki mənlərinə sadiq qalaraq təbiətin gözəlliyindən ilham alıb. Bu dəfə dizaynerlər Galaktikanın M34 PVC ulduz toxusuna müraciət ediblər. Bu da saatın görünüşündə öz əksini tapır. Saat limitli sayda istehsal olunur. Çox yox, cəmi 200 ədəd. M34 F7 modeli F7 F44 kalibrlə təchiz olunub və 50 saat güc ehtiyatı var. Həm avtomatik, həm də əl ilə vurulur. Korpus diametri 44 mm, qulaqdan qulağa məsafə isə 47.3 mm-dir. Korpusun eni 14.1 mm-dir. 316L polad korpusun cilalanması Zaratsu üslubu ilə olunub və görünüşü güzgü kimi edir. Sapfir şüşə içəri tərəfdən antireflektorla örtülüb. Dərinliyi və sanki şüşənin mövcud olmamasının təəssüratını verir. İstəyirəm xüsusi diqqəti sifirblata ayıraq. Sifirblat saat sənətində bir əsərdir. Perlamutr və incə boz rəng ayrı-ayrı bucaqlardan işıqlanan zaman boz çəhrayı və göy rəngi əks etdirir. Bu da kolleksiyanın səma və ulduzlarla əlaqəli olduğunu bir daha göstərir. Əlavə olaraq mexanizmin işləmə prosesini açıq balans pəncərəsindən görə bilirsiniz. Kiçik saniyə ölçən və güc ehtiyatı indikatorları 6 və 12 rəqəmlərin yaxınlığında yer alır. Bu saat təkcə zamanı yox, həm də sizin kim olduğunuzu göstərir. Siz necə düşünürsünüz? Şərhlərdə bizimlə bölüşün.